Dişsizlik problemi ümumiyyətlə cəmiyyətimizdə çox geniş yayılmışdır. Əvvəlki zamanlarda dişsizlik problemləri ancaq çıxan protezlərlə həll olunurdu. Zaman keçdikcə insanlarda çənə sümüyündə atrofiya, yəni bildiyimiz çənə sümüyünün yeyilməsi getdiyinə görə insanlar protez gəzdirmək baxımından çox ciddi çətinliklər çəkirdilər. Hal-hazırda müasir stomatologiyanın imkanlarının genişlənməsi sayəsində daha bir bölmə stomatologiyada inkişaf etməkdədir və hal-hazırda da Azərbaycanda çox böyük inkişaf eləmişdir. Bu sahə implantologiyadır. İmplant dişlər çənəmizdə və itirdiyimiz dişlərin yerini bərpa etməyə və çeynəmə funksiyamızın bərpa olunmasında bizim üçün çox böyük avantaj yaradır. İmplantlar özləri də bir neçə yerə bölünürlər və istifadə sahələrinə görə xəstələrimizdə yanaşı gedən xəstəliklərdə istifadə olunan implantlar da öz növlərinə görə bölünürlər. Məsələn deyək, şəkər xəstələri və yaxud da ki, ağır bir xəstəliklər keçirmiş insanlarda bəzi implant firmasının istehsal elədiyi implantlardan geniş spektrdə istifadə olunur. Ümumiyyətlə 18 yaş üstü bütün xəstələrdə implantların əks göstərişi yoxdur. Bəzi yanaşı gedən orqanizmdə olan xəstəlikləri çıxmaq şərti ilə implantlar diş sırasının həm qüsurlarını, həm də ki bizim çeynəmə funksiyamızı bərpa eləyir. İstənilən implantlardan çənə sümüklərinin defektlərində istifadə etmək olar. Adətən pasientlərimizin bizə verdiyi suallar olur ki, məndə şəkər xəstəliyi var, mən implant yerləşdirə bilərəmmi? Bəli, əlbəttə, bütün şəkər xəstələri implant yerləşdirə bilərlər. Sadəcə olaraq həmin xəstələrdə həkimlərin yanaşma tərzi biraz fərqli olmalıdır. Buna aiddir ağız boşluğunun sanasiyası, yəni ağız boşluğunun biz bildiyimiz profilaktik təmiz olmağı və həmin xəstəliyin kontrol altında saxlanmasıdır. Bu cür normal qulluq olunan ağız boşluqları bütün implantları qəbul eləyir və gələcəkdə xəstələrdə heç bir problemlər yaratmır. Bundan əlavə bəzi xəstələrimizdə implant yerləşdirilən zaman çənə qüsurları yaranır və bu çənə qüsurlarını da hal-hazırda xarici dövlətlərdə istehsal olunmuş sümük alloqraflarının və yaxud sümük tozlarının hesabına bərpa etmək mümkündür.